Dostlar, hamınızı salamlar. Mən Qabır. Bu gün sizə birlikdə Qarabağ texnik direktörü olacaq və görək nələr eləyə biləcəyik. İstəyirsiniz yavaşdan keçək. Bir hedefimiz var, Qarabağa Şampiyonlar Liqini qazandırmaq. Qazandıran kimi, yəni dostlar, bitəcək bu texnik direktörlüyü. Videonun başında da danışamadım. İstəyirsiniz yavaş-yavaş video keçək. Gör kadroya baxaq bir. Görək hansı oyuncumuz istəyirlər. 71 oyuncumuz. Görək gəlişir bu dostlar. Hani gəlişir bilər. Direkt olarak yox deyəcəm. Türkiye takımı idi bu arada. Lazımsız qapçılar var. Görək gəlişir. Yox zaten. Kohanski'ni sataq birinci növbədə dostlar. Haradadır Kohanski? Mateusz Kohanski. Hə. Satdıq. Başqa kimlərə sataq? İşte bunlar qalsın. Yox, bir dənə da sataq. Bu qarşıda. Dostlar, bu arada bəzi oyuncuların adını oxuyamıram. Belə qəribə gəlir. O görə oxuyamıram. Siz yavaşdan transferlərə keçək. Birinci biz üzük defans oyuncusu lazımdır. Defansımız çox zəifdir, 70'dir. Onun yerine buradan bir dənə görə kimi götürə bilirik. 75'dik. Çox bahaya qaçmayacağım. Buradan birilərini götürsək. Belə. Sonra indi hansı mövqeyə transfer edək dostlar? Bir dənə də LB'yə transfer edək, 71 üstü. Orası da zəif qalmasın. Çətin orada oyuncu olsun, çünki yoxdur pulumuz. Və belə. Sadəcə bir transfer eləyə bildik dostlar deyəsən. Yəni pul gəldikcə təzələrini eləyəcəm transferlər. Bir dənə də oyuncu Leandro Andrade şey var, Leverkusen. Leandro hanı gəlişir baxım. Bax, deyir gəlişə də bilər, yəni. Hələ ki Leverkusenə yox deyəcəm, çünki genç oyuncuları satmayacaq dostlar, o başda deyim. Və 1-0 qəşəng. Və başladı düzey Şampiyonlar Ligi. Bu arada Avrupa Kubok UEFA'nın zadı qazansaq, yəni onlar qazanar. O porsolar bizə lazımdır. Biz Şampiyonlar Ligi hədəfimiz. Konferansa da düşə bilərik. Amma bizim Şampiyonlar Ligi də hədəfimiz. 6-0 ilk rəqibimizi keçiririk. İkinci rəqibimiz bərabərə. Uçaq yaxşıdır. Ya da dostlar belə də şeyli, yəni konferansı da qazansa Qarabağ bitsin, UEFA'nı da və yaxud da Şampiyonlar Liqini də bitirək kariyeri. Çünki belə baxıram Şampiyonlar Ligi çətin ola bilər. Çünki evlə takım var, İspaniyaya baxaq. İngiltərəyə baxaq, Liverpool, Chelsea da var. Yəni Qarabağ qazandırmaq üçün çox olacaq o bölüm. Onun üçün də fərqli kubokları. 3-0 qəşəng. Sıradakı Şampiyonlar Ligi maçımız. Amma Şampiyonlar Ligini alsaq qəşəng olar. Bizə lazımdır. Əsas olaraq Şampiyonlar Ligi. 1-0. Hadi uşaqlar, səfər maçdır. 11.000 stadion tutuşları var. 10 nəfər qaldılar. Və UEFA'ya getdik. UEFA'ya düşdük. 1-1. Sıradakı oyunumuz. Dostlar, bu arada transfer eləyim istəyən oyuncular var. İstəyən dostlar varsa yazsınlar komentə. Bu oyuncuları transfer eləyim transfer.
Kommentlərə baxıram hamısına bir-bir. Heç komment gəlmir, amma baxıram hamısına. Oyuncuların adını yazın dostlar. Baxıb alarıq. Gəlişir, gəlişmir. Overall nə qədərdir. Juninho fərqlənən biri deyəsən. Və bəli. UEFA'ya düşdük. Rəqiblərimiz burada bəllidir. Fenerbahçe. Bodo Glimt, Tottenham. Və belə idi rəqiblər. Və maçlarımıza tez-tez keçək. Dostlar, siz lig maçlarını sizə göstərməyim, sıxılarsınız. Elə UEFA'ya gəlsin, açacağım ekran kaydın. Dostlar, sonuncu lig maçımız. İstədim bunu da göstərim. 5-0 və ilk rəqibimiz. Belə kimlər var? Fenerbahçe, Beşiktaş, Trabzonspor. Belə idi. Və səfər oyunumuzda 30.000 stadion tutumları var. Və bərabər ilk oyunumuz, ilk 20'ye girə bildik. 2-0 Sabah ilə tutduq. Trantovca qarşı. Oy, uşaqlar qol vurum. 2-0 qəşəng. Qəbəliyə qarşı. Və ilk oyun bərabərə. Dostlar, bu arada bundan öncəki bölümə çox qəşəng like'lar gəlmiş, sağ olun. Like'lar gəlməyib, izlənmə çox gəlib. Belə izlənmələr davam etsin, amma like'lar da biraz çoxaldıq dostlar, mümkünatı varsa. Fenerbahçe 47.000 stadion tutumları var. Hardasa demək olar ki 48.000. 3-1 29'luyuq. Bu kadroyla demək olar ki çətin bizi UEFA'nın qazanaq. Bizə konferans oldu, bəlkə daha yaxşıydı. Oyun da puldan kəsdi. Yani bu takım bizi Şampiyonlar Ligindən eləmişdi, yadımdadır. Bərabərə qaldıq. 30-cu yerdəyik, heç nə olmaz. Çalışıq amma qəşəng potansiyel göstərək. Oyuncumuz istəyi var. 70'dik. 82'den gəlişə bilir deyə dostlar, bu bizim gələn illərdə qəşəng bir potansiyelli oyuncumuz olacaq. Araz Naxçıvana qarşı 5-0. Sabaha qarşı 2-1. Və sıradakı maç ev oyunudur. Hadi uşaqlar. Juninho da qol vurdu və 2-0 qəşəng uşaqlar. İlk 20'dəyik. Sumqayıta qarşı 1-0 qəşəng. Sıradakı UEFA maç. Bərabər o da. İlk 21'deyik. İlk 8'ə nə qədər var? 6 xalımız var. Hələ Tottenham'la oynayacaq maçın. Çox takım oynamayıb. Onlar da maçını oynasın. Biz də zirəylə maç eləyək. Juninho qolları ilə tutduq. Yenə Sumqayıta qarşı. Dört-0. Beş-0. Kəpəzə qarşı 1-3-0 qəşəng. Bizi Neftçi də istəyir. Bir də Sabah istəyir. Sabah istəyir. Yox, bizim hədəfimiz Qarabağda kubok qazandırmaq.
Və sonraki səfər maçımız 51 min stadion gəlirli tutuşları var. Bir 0 olsun. İlk 25'liği son 2 oyunumuz. Yani ikisinde de qələbə götürsək qəşəng olar. İlk 24'lükdə qalmaq istəyiriksə, Sabah ilə də 2-0 tutduq. Bodo Glimt'ə qarşı. Takım enerji verək. Hadi takım. Bodo Glimt'də də utsaq yaxşıdır. Ay da 2-0 heyif. Neçənci? 27-ci. 9 xal bəlkə də bizə çox bəs eləyir. 24'lüyə və o da Tottenham'dır. Çətin ilk 24'lük amma bilmək olmaz. Uda da bilərik, uca da bilərik. Dostlar bu maçlar keçim gəlsin Tottenham maçı. Və dostlar budur Tottenham maçıdır. Yəni takımını da veriyə qəşəng. Hadi uşaqlar, hadi. Çətin ola bilər amma bizə xal lazımdır. Bir xal. Oy da 3 xalla. Heyf. Heç alsaq da dostlar utsaq da çatmırmış. 10 xal olmuş. Və belə. Dostlar sezon sonuna çataq. Dostlar gördüğünüz kimi ligdə birinci olduq. Dostlar kubok maçımız Neftiyə qarşı. O tutduq. Və belə deyəsən sezon sonunda hə. Və Helen Town dalandırır. Və yenə Qarabağda qaldırışa start veririk. Və indi görək kimləri satacaq. 2.8 tamamda pulumuz var. İndi baxaq. Hücum mövqeyəsini gücləndirim dostlar, yoxsa yox, alaq bir 71. Çünki orada assisat deliyə olsa qəşəng olar Junior'a. Çox pul xərcləməyəcəm. 2.8'ə burada gələn yoxdur. Bir də pul. Burada da iş görmürük. Görək bizdən oyuncularımızdan kim istəyirlər. 70'lik. Olsa gəlişməyəcək. Məndən olsa sataq. Qaçırlar rəqiblərdə. 68 milyon qod görüşür ki o. Yox Sava isə yox deyəcəm. Bir də dostlar kadrodan bir 2 nəfər satmaq istəyirəm. Bunu sataq 69'luqdur. Çünki bizim çox belə hücum oyuncularımız var. Yəni onlar bizə lazımdır. Bodo Glimt'ə getdi. Sonra kim sataq? Sonra. Musa Qurbanlıdır bu deyəsən. Hə. Musa'nı da sataq. 1.2 milyon değeri var Musa Qurbanlı. O da belə bir komandaya getdi. Və əlimizdə var 5.4. Ben buna dostlar heç bir oyuncu alamıram. Ancaq gələ defans alam oyuncu. Defans önemlidir. Zübüyə göre 70 üstü. Bütçemiz çok az demək olar ki. 5.3'e. 77 38 yaşı var. Olsun bizi bir sezonluq idarə eləsin. Gələn sezona biz tez oyuncular taparıq. Qəşəng. 3 yıldızıq. İndi Üzey görək tapırıq 3.3'e. 3.3 ilə burada 80-75'li oyuncu var. Elə bunlar da satdı. 2 transfer eləyə bildik dostlar maksimumlərimizdə olduğu bütçəylə. Yəni başqa transferlər olmurdu. Kadromuzun axırıncı dəfə budur şəkli. Penalti yazıda все normaldır. Hələ də 3 yıldızıq. Siz dostlar bu da bitsin, bu bölümü burada bitirək. Gələn bölüm devam edərik.
Görək. Aha, da yine istək var. 900 bu səfər də. Bu qəbul elədi, opsi kimi qaçmadı. Hər nəysə dostlar, gələn bölümdən davam edərik. Şampionlar Liqinə yenə çıxa biləcəyik. Çünki buradan baxdığımız takım 3 yıldızlı. Stadion gəlirimiz 3.2-dir. Dostlar, gələn bölümdə görüşmək üzere. Yəni dediyim kimi, like'ları biraz yuxarıda tutaq, bir də izlənmələr. Sağ olun, gələn bölümdə görüşərik.